Salam Adil müəllim, necəsiz? Xoş gördük sizləri, təşəkkür edirəm. Özünüzü tamaşaçılara necə təqdim edərsiniz? 1958-ci ilin yanvar ayında Kəlbəcər şəhərində anadan olmuşam. 1973-cü ildə Kəlbəcər 2 nömrəli orta məktəbini bitirmişəm. 1983-cü ildə Kənd Təsərrüfatı İnstitutunun İqtisadiyyat şöbəsini bitirmişəm. Əmək fəaliyyətinə Nərman Nərmanov adına kolxozda köməkçi mühasib vəzifəsilə başlamışam. Rayon İcra Komitəsində, Aqrar Sənaye Birliyində İqtisadçı, Plan Maliyyə İdarəsinin vəzifələrində işləmişəm. 90-91-ci ildə Kəlbəcər rayon İcra Hakimiyyətində Sosial-İqtisadi Məsələlər şöbəsinin müdiri və icra başçısının müavini vəzifəsində işləmişəm. Və qaçqınlıqdan sonra fəaliyyətimə Gəncə şəhərində başlamışam. Yenidən İcra Hakimiyyətində, İcra Hakimiyyətinin Sosial-İqtisadi Məsələlər şöbəsinin müdiri, Kəlbəcər rayon Maliyyə şöbəsinin müdiri və hal-hazırda 120 saylı Kəlbəcər Dairəsi İş Komissiyasının sədri vəzifəsində işləyirəm. Adil müəllim, Kəlbəcərdə işlədiyiniz dövrü necə xatırlayırsınız? Raykom Partiya Komitəsində fəaliyyətiniz nədən ibarət idi? Rayonun sosial-iqtisadi inkişafında, inkişaf məsələləri şöbəsində işlədiyimə görə rayon sosial-iqtisadi məsələləri ilə məşğul olmuşam və rayon Kənd Təsərrüfatı İdarəsində aqrar sənaye sahəsinin planlaşdırılması və inkişaf sahəsində fəaliyyətim olubdur. Rayon İcra Hakimiyyətində işləyən vaxtı rayon erməni işğalçıları tərəfindən mühasirədə olduğu dövrdə rayon postları ilə daimi əlaqəmiz olubdur. Hərbi hissələrdə olmuşuq və xatirimdə o qalıb ki, Kəlbəcərdə, yəni uşaqlıq xatirələrindən əgər danışası olsam, onlar unudulası deyirlər. Həyatımın ən xoş günləri, gəncliyim və uşaqlığım dövrüm Kəlbəcərdə keçirilibdir. Belə də yaddaşımda çox dərin iz buraxdı. Adil müəllim, Murov yolunu xilas yolu deyirlər də. Murov yolunun inşası necə başladı? Yəni o ideya kimin idi? O hardan gəldi? O yolun çəkilməsi məsələn Kəlbəcər üçün nəyi dəyişdi? Nələr verdi bizə? Kəlbəcər Tərtər yolu bağlanandan sonra Kəlbəcərin həm iqtisadi, həm siyasi, həm cəmiyyətin vəziyyəti çox pis, ağır vəziyyətə düşdü və gələcəkdə Kəlbəcər əhalisinin xilas yolu aşmaq üçün Allah rəhmət eləsin, o vaxt Kəlbəcər rayon Partiya Komitəsinin ikinci katibi işləyirdi. Bu ideya Fərməz Cövhərov tərəfindən irəli sürüldü və birbaşa həmin yolun açılması ona təhkim olundu və yolun açılması onun ideyası oldu və onun iştirakı ilə başa çatılmışdı və bu həm də Kəlbəcərin xilas yolu oldu. Kəlbəcərlilərin xilas yolu oldu. Bugün məsələn o yolu xatırlayanda hansı hisslər keçirirsiniz? Belə bir sevindirici hal odur ki, o yolun açılması ilə 55 min Kəlbəcərin həyatı xilas oldu. Bu hamımız üçün belə Allah yenə deyirəm ona rəhmət, Cəfər Təməzova rəhmət eləsin ki, o yolu vaxtında açdırmışdı. Daha kimlərin əziyyəti vardı? Orada tanıdığım yadda qalan, xatirimdə qalan traktoristlər var idi. Müəbbət kişi böyük zəhməti var idi o yolun açılmasında. Nəsrəddin kişi var idi. Və sonra o yolda əziyyəti olan çox traktoristlər vardı. Xatırlaya bilmirəm adlarını, amma yaxından tanıyırdım onları. İndi tunel açıldı da, tunel vurdular. Bir yaxın dostum bu yaxınlarda bir söz dedi. Dedi ki, tunel yolu Kəlbəcərin ürəyinə qoyulmuş bir istəkdir. Bu yol Azərbaycanın ürəyidir. Bu yol təkcə Kəlbəcərin ürəyi deyil. O vaxt əgər Kəlbəcər Murov yaşından 3000 metrlikdə Murov yolundan aşırdısa, indi və saatlar ora vaxt sərf olunursa, indi həmin tunellə demək olar ki, 10 dəqiqə biz Murov dağını aşmış oluruq. Adil müəllim, Kəlbəcəri tərk edərdiyiniz gün necə qalıb yadınızda? Yəni, mən kadrlar var, orada əlinizdə silah gördüm sizin. Silaha sarılıb siz də qoşulmuşdunuz döyüş yoldaşlarına, polislərə, bizim polislərə. Deməli,
Kəlbəcərlə mübaşir. Biz Kəlbəcərdən ayın 1-də çıxdıq və mən 1-də Çay kəndində bizim polislərlə qarşılaşdım. Hansı ki onlar 21 nəfər polis idi. Onları arxaya döyüşə göndərdilər, cəbhə bölgələrinə göndərdilər və biz könüllü olaraq 6 nəfər də bu dəstəyə qoşulduq və korpus komandiri tərəfindən biz qanuni olaraq silahlarla təmin olunduq. Biz rayona qaydası olduq və söhbət belə olmuş ki, arxamızca kömək gələcək və biz o köməklə... Xeyr, Nəcməddin Sadıqov idi. Və belə oldu ki, biz icra hakimiyyətinə qayıtmalıydıq, orada qüvvələr gözləməliydik. Həmin qüvvələrlə bərabər biz sərhəddə olan döyüş bölgələrinə getməliydik. Lakin çox təəssüflər olsun ki, nə arxadan kömək gəlmədi və biz özümüz çalışdıq ki, hərbi hissə ilə birləşək. Biz yendik, o vaxtda hərbi hissə Kəlbəcər rayon Qılıçlı kəndindədik. Biz yendik ki, hərbi hissə ilə birləşək və gəldik ki, hərbi hissə köçüklü, hərbi hissə yoxdur. Biz məcbur olduq ki, Söyüdlü zastavasına qalxaq və Söyüdlü zastavasında olan hərbi hissələrlə birləşək. Və biz Söyüdlü zastavasına çatanda orada Qazuçan deyilən bir yer var. Ora çatanda biz baxdıq ki, biz gecə idi ora çatanda. Baxdıq ki, artıq kəndlər, Kəlbəcərin Dəmirçi, Dam, Seyidlər və bir neçə kəndi alov içindədir, yanır. Və biz məcbur olduq ki, o vaxtı Qamışlı kəndində də hərbi hissə vardı. Yenə Qamışlı kəndində olan hərbi hissə ilə birləşək və biz gəldik ki, artıq o hərbi hissədə yox idi. Və bizə orada məlumat verdilər ki, artıq rayon boşalıbdır, rayonda heç kim qalmayıbdır, heç bir hərbi hissə yoxdur və biz məcbur olduq, Murovu aşmağa məcbur olduq. Biz ayın 4-də Gəncə şəhərinə gəldik. Çox çətinliklə, sulu qar, dağlar, ağır vəziyyətdə gəldik. Ən son çıxanlardan biri də sizsiniz. Bəli, dediyim kimi o 21 nəfər polis və 7 nəfər də mülki vətəndaş biz ən çıxanlardan biri olduq. Adı mənim, Kəlbəcərin ədəbi mühiti orada necə idi, indi necədir? Kəlbəcərin orada olan ədəbi mühiti şükür Allaha bugün davam eləyir. Kəlbəcərin gənc yazarları var, onların hamısını izləyirəm. Və Kəlbəcərin ədəbi mühitində mən Bəhmən Vətanoğlu, Şair Sürcəyətlə, Əyüb kişi ilə, Əyüb Cabbarlı ilə və bir neçələrlə çox yaxın münasibətdə olmuşam və bu günləri şükür Allaha ki, qaçqın olmağımıza baxmayaraq Kəlbəcərin ədəbi mühiti burada da davam eləyir. Çox gözəl şeirləri olan gənclərimiz var. Mən onlarla da çalışıram ki, əlaqə yaradım və onların kitablarını, şeirlərini oxuyuram. Allah'ın bu günlər şükür ki, həmin ədəbi mühit bu günlərdə davam eləyir. Adı mənim, Gəncədə keçən 30 il sizin üçün necə keçdi? Yəni, məskən anlayışı sizin üçün dəyişdimi? Çox çətin. Əslində, Azərbaycanın bütün bucaqları bizim üçün məskəndir. Amma böyüyüb, doğulub böyüyüb, başa çatdığımız məskən bizim üçün tamamilə başqa məskəndir. O yerdə, o məskəndə biz uşaqlığımızı, gəncliyimizi qoyduq, gəldik. Və bu günləri Kəlbəcərin gənc yazarlarından biri olan Elşad Kəlbəcərlinin bir kəlmə sözü ilə demək istəyirəm ki, Kəlbəcər bizim Məkkə Mədinəmizdir. Və mən fürsətdən istifadə edib sizə demək istəyirəm ki, çox sağ olun ki, siz bu verilişi, bu proqramı yaratmışsınız və Kəlbəcərin ziyalıları ilə, şairləri ilə əlaqə saxlayırsınız, onları tanıdırsınız gənc nəsillərə və buna görə sizə təşəkkürümü bildirirəm, çox sağ olun deyirəm. Çox sağ olun siz də. Kəlbəcərin azad olmaq xəbərini necə eşitdiniz? Necə təsir bağışladınız? Sözsüz ki, nə hisslər keçdiniz? O hissləri yaşamaq üçün gərək
o vəziyyəti yaşayasan. Onu da ancaq qaçqınlar və məcburi köçkünlər yaşayırlar. Sözsüz ki, doğma yurdumuza, doğma evimizə mən gedəndə getdim viranxana gördüm. Amma burasını da deyim ki, biz qaçqın düşəndən sonra mən daha çox əzab, əziyyət çəkdim, vicdan əzabı çəkdim. Ona görə ki, Kəlbəcərdə hər hansı bir kəndə, hər hansı bir evə gedərdinsə, orada səni qarşılayıb hökmən qonağın heyvan kəsərdilər. Və o cür cəmaatı olan bir rayonun əhalisini burada elə vəziyyətdə gördüm ki, çünki həmin vaxt mən rayon icra hakimiyyətində artıq müavin işləyirdim və bütün qaçqınlarla əlaqəmiz olurdu, görüşlərimiz keçirilirdi və onların ağır şəraitini, ağır vəziyyətini görəndən sonra mən belə açıq istədiyim ki, özümün qaçqın düşməyim və o xoş xatirələrim artıq məhv olub getmişdi. Elə adamlarımız var idi ki, onların bir parça çörəyə möhtac var idi. Şükür Allaha, hazırda Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımız işğaldan azad oldu. Allah bütün şəhidlərimizə rəhmət eləsin, Allah qazilərimizə can sağlığı versin. Allahın bu gününə şükür ki, o rəhmətli Sücətin dediyi kimi bir gün ağlayarlar, köçən Kəlbəcər artıq gülə görə Kəlbəcərə qayıdır. Hadi mən dediniz, bizim şairlərimizlə yaxınlığınız olmuş, Sücahimlə dost olmuşsunuz, Bəhmən Vətana Bəli, bəli. yaxın olmuşsunuz, dost yoldaş olmuşsunuz. Şeirlə aranız necədir? Şeirlə aram əladır. Şeiri oxuyuram və onların hamısı ilə əlaqəm var. Amma əksər vaxtı şeiri dinləməyi sevirəm. Biz Cahangirov Vaqif müəllimlə veriş aparanda ona da sual vermişdim. Dedi, Zahir, mən dinləməyi sevirəm. Şeirləri sevirəm hamısını. Kəlbəcəri olasan şeiri sevməyəsən, biraz düz gəlmir. Belə götürəndə xatirəmiz, xarakterimiz birdir. Mən bayaq sizə dedim ki, şeiri dinləməyi sevirəm. Xüsusən də onu yazan şairin dilindən eşidəndə. Sevirəm, oxuyuram və bu günləri dediyim kimi Kəlbəcərin gənc yazarları var, onların məndə şeir kitabları da var, münasibətimiz də var, əlaqəmiz də var. Amma çox təəssüf ki, şeir əzbərləmək istedadım yoxdur. Hadi mən bildiyim qədərinə Kəlbəcərdə yaşadığınız ev yoxdur da, çürüyüblər. Bəli. Belə deyək. İndi bu gün durub getsək Kəlbəcərə hara gedərsiniz? Sözsüz ki, İstərdim ki, öz ata ocağıma gedim, amma çox təəssüf ki, ata ocağı yoxdur. Və Kəlbəcərin hər yeri mənim üçün əzizdir. Kəlbəcərin elə bir, yəni işi, xidməti işimlə bağlı olaraq elə bir yaylağı, elə bir kəndi, elə bir bulağı olmamışdı ki, mən oradan su içməyim. Sözsüz ki, Kəlbəcərin hər yeri mənim üçün doğmadır. Ümumiyyətlə, Kəlbəcər deyiləndə birinci hara gəlir ağlınıza? Doğma evimiz, obamız, yurdumuz çox təəssüf ki, artıq yoxdur. İlk gedəcəyiniz yer demədəcək? İlk gedəcəyim yer yenə özümüzün evimiz, ovamız oldu. Amma indən sonra gedəsi olsam, sözsüz ki, Kəlbəcərin hər yerinə gedərəm, hər qarşına gedərəm. İnsan doğulduğu yerdən uzaqda yaşasa da, ora bağlı qala bilərmi? Bəli. Bu illər ərzində ən çox itirdiyiniz nəyi düşünürsünüz? Çox şey itirdim bu illərdə. Əzizlərimi itirdim. Yəni, mən qaçqınlıqdan sonraki illər deyirəm, ata itirdim, ana itirdim, bacı itirdim. Belə götürəndə çox şey itirdim və bu mənim üçün ağır zərbə idi. Hadi mən Kəlbəcərin bütün kəndlərini gəzmiş olarsınız. Bəli. Çünki işinizlə bağlı. Bəli, xidməti işimlə bağlı. Bəli. Həm də bir Kəlbəcəri olaraq, yurt sevən adam olaraq biz hamımız sizi tanıyırıq, ona görə soruşuram. Kəlbəcərin biraz sualım belə bir yaxşı çıxmasa da soruşmaq istəyirəm. Hansı kənd gözəldir? Kəlbəcərin bütün kəndləri gözəldir. Onu bir-birindən seçmək olmaz. Hamısı gözəl idi. Onu gəzənlər bilir, görənlər bilir. Mən Kəlbəcərin kəndlərini bir-birindən ayırmazdım. Kəlbəcərin hər yeri gözəl idi. Və bilmirəm, Alman səyyahı olub, İngilis səyyahı olub, o belə bir, hələ bir əsr bundan qabaq belə bir cümlə işlədib ki,
kim Tutku çayı hövzəsi ilə Tərtər çayı hövzəsində olmayıbsa, yalnız onlar İsveçrənin gözəlliyindən danışa bilər. Siz təsəvvür edirsinizmi ki, Kəlbəcəri İsveçrə ilə müqayisə edirlər? Hələ o vaxtı təbiətinə və gözəlliyinə görə. Murtuzay vadinin dostu var. Tanışım çoxdur, dostum azdır. Var. Ne bəsləyirsiz dostlarınıza? Onlara uzun ömür, Kəlbəcəri günlər arzu eləyərdim. Xoş günlər arzu eləyərdim. Və eləcə də Kəlbəcər həsrəti ilə yaşayan bütün Kəlbəcərlərə arzu eləyərdim ki, onların Kəlbəcər həsrətinə son qoyulsun. Adım müəllim, Ağşəmşir görmüsünüz? Ağşəmşir, rəhmətli Qəmbər müəllimgillə biz qonşu olanda Qəmbər müəllimgildə qalırdı. Görmüşəm, yaxından görmüşəm. Və hətta Ağdaban kəndində Qəmbər müəllimin övladının toyu olanda o toyda iştirak eləmişəm, orada görmüşəm. Allah rəhmət eləsin. Belə deyim ki, bilmirəm nə dərəcədə doğru çıxar. 20-ci əsr dədə adına layiq görülmüş əgər iki şəxsiyyət varsa, onun biri Dədə Şəmşirdir. Və dədə adına hər aşıqlar nail olmuyorlar. Allah rəhmət eləsin. Və Şəmşirin yaradıcılığı ilə də çox maraqlanmışam, ədəbi irsi ilə də çox maraqlanmışam. Hansı icrabatçıların vaxtında işləmişsiniz? Yəni İnqilab Nadirov. İnqilab Nadirovun dövründə işləmişəm və belə bir xatirəm var ki, o vaxtı hələ mən lap gənc idim. Aqrar Sənaye Birliyində Plan Maliyyə İdarəsinin rəisi işləyirdim. İnqilab Nadirov tələbkar adam idi və tabiəçiliyində olan adamların həmişə işinə məsuliyyətlə yanaşmasını tələb edən bir adam idi və bir gün məni və Aqropromun baş mühasibi, Allah rəhmət eləsin, Səfdər kişi vardı, mühasib Ramiz vardı. Bizi dəvət elədi rayon partiya komitəsinə ki, siz elə bir proqram işləməlisiniz ki, bu kolxozda işləyənlər, daha doğrusu kolxozlarda aparat heyətinin, kolxoz idarə heyətinin üzvləri məhsula görə əmək qalsınlar. Və bizə bir gecə vaxt verdi ki, siz bunu sabahlar saat 10-da mənim stolun üstünə qoymalısınız. Biz oturduq idarədə səhərə qədər işləməyə və mən baxdım ki, biz üçümüz bir yerdə olanda heç bir sənəd işləyə bilmirik, nəsə nail ola bilməyəcək və təklif elədim ki, gəlin biz katibin verdiyi tələbi ayrı-ayrılıqda işləyək. Hərəmiz bir proqram, bir layihə işləyək, aparaq indi hansımızın kim bəyənər. Və səhər-səhər mən bu işi gördüm və bu yoldaşlarla oturub qabaqlaşanda baxdım ki, bunların tərtib elədiyi layihələrlə mənimki uyğun gəlmir və bunlar məsləhət bildilər ki, Nadirovun stolun üstünə bizim yox, sənin tərtib elədiyin layihə çıxsın. Və katibin qəbuluna girəndə də mən də bunların içində həm yaş cəhcək balacayam, həm də gənc adam. İçəri girəndə İnqilab Nadirov soruşdu ki, nə oldu, işlədinizmi? Səfdər rəhmətlik dedi ki, işləmişik. Dedi, kim təqdim eləyəcək? Tez məni verdilər qabağa ki, biraz yəni həm də qorxurdular ki, katib bunlara nə isə başqa alınmayacaq, başqa söz deyəcək filan beşmirkən. Ona görə məni qabağa verdilər ki, bəs Adil müəllim təqdim eləsin. Mən layihəni təqdim eləyəndə məhsula görə əmək verilməsinə kolxoz idarə heyətinə və o mənə dedi ki, çox gözəl, bunu praktik olaraq iki kolxozda təqdim eləyirsən. Və təqdim eləyəndən 2 ay sonra ASV-dən çəkiliş gəlmişdi. İnqilab Nadirov məni çağırdı ki, bəs sən təqdim elədiyin layihəni, praktikaya təqdim elədiyin layihəni sən ASV-də şərh eləməlisən. Qoy Respublikada görsünlər ki, gənc olmaya baxmayaraq belə iqtisadçılar da var. Düzü mən həm biraz məsuliyyətlə yanaşdım, həm də biraz qorxu ilə yanaşdım ki, buna ASV-də Respublikanın iqtisadçı alimləri baxacaq, professorları baxacaq. Axı bunun iqtisadi nəzəriyyəsi yoxdur. Hələ biz bunu praktikada tərtib edirik. Və buna görə mən biraz çəkincək bu proqramı tərtib elədim. Və İnqilab Nadirovun çox xoşuna gəlmişdi. Ondan sonra Qəmbər müəllimə demişdi ki, bu gənc adamdır, bundan səmərəli istifadə etmək lazımdır. Çalışqan adamdır, məsuliyyətli adamdır. Belə adamın üstünə düşüb işlətmək lazımdır. Xatirimdə qalan xatirələrin biri də budur. Həqiqətən gənc adama o boyda məsuliyyəti vermək elə belə şey deyildi. Və Respublikada ilk dəfə olaraq məhsula görə əmək haqqı tərtib olunmasını o İnqilab Nadirovun rəhbərliyi ilə o proqramı mən işləmişdim. O ideyanı mən həyata keçirmişdim. Mən bugünkü Kəlbəcəri necə görürsünüz? Gələcəyini çox gözəl görürəm. Çox gözəl görürəm. Çox savadlı gənclərimiz var. Yəni müasir
zamanla ayaqlaşan, elmlə, texnologiya ilə sınanmış, irəli getmiş gənclərimiz var. Savadlı gənclərimiz yetişir. Belə deyim ki, həm savadlıdırlar, həm də vətənə vurğun gənclərdir. Mən bir şey də xatırlayıram, Sahib Əkbərov İcra Hakimiyyətinin başçısı işləyəndə mən də mavin işləyirdim və o hər zastavaya, hərbi hissəyə, belə deyək də sərhəddə olan zastavalara məsul adamlar təhkim eləmişdi. Mənim də təhkim olduğum Aşağı Ayrım kəndində zastava vardı, oraydı və bir gün biz orada hərbi hissədə görüşəndə orada dedilər ki, hamamın bakı partlayıb, don vurub partlayıbdır. Və rayonda da işıq yox idi və Sahib Əkbərov mənə dedi ki, sənə bir gün vaxt verirəm, hərbi hissənin hamamı bərpa olunmalıdır. Allah rəhmət eləsin, avtomobil vardı, komxozda işləyirdi. Bircə dənə onlarda, belə deyim də, generator vardı, generatorla işləyən svarka vardı və o mənə dedi ki, bir günün müddətinə ya hamam bərpa olunmalıdır, ya rayonu tərk eləməlisin. Siz təsəvvür edirsiniz, mən Allah rəhmət eləsin avtomobilin köməkliyinə mən o hərbi hissənin hamamını bərpa elədim. Çox təəssüflər olsun ki, cəbhə hakimiyyətə gələndən sonra bütün sərhəd zastavaları boş qaldı. Hətta orada olan əskərlər yanacaq aparmaq üçün arxalarında, şələlərində odun aparırdılar. Və aqibəti də bu oldu ki, biz rayonu tərk elədik. Rayon tam yiyəsiz, tam sahibsiz qalmışdı. Bizdən bizi qınayırlar, Adil müəllim, deyirlər ki, vətənini torpağını qoydunuz, qaçdınız. Nə dərəcədə düzgündür? Çünki bizi kim tərk elədi? Çünki o şəraitdə yaşaya bilməyənlər onu deyə bilərlər. Heç kim öz könlündən öz evini və öz vətənini qoyub oranı tərk eləməz. Bizdə ya Xocalıdakı kimi hamı qırğın olmalıydı, ya biz atamızı, anamızı, övladımızı götürüb çıxmalıydıq. Və biz çıxanda ona görə çıxmırdıq ki, biz gedib orada qalacağıq. Biz fikirləşirdik ki, uşaqlarımızı, valideynlərimizi yerləşdirib yenidən döyüş bölgəsinə qayıdacağıq, döyüşə gedəcəyik. Amma belə deyim ki, ölkə tam yiyəsiz və başsız idi. Heç kim öz yuvasını könüllü tərk eləməz. Kesin o günlər bir də gəlməz. İnşallah, amin, qismət bir də eləməsin bizə. Gənclərə nə arzulayırsınız? Kəlbəcəri görməyən, Kəlbəcərdən təbiətindən, Kəlbəcərin ab-ı havasından xəbər olmayan Kəlbəcəri gənclərə nə arzulayarsınız? Nə tövsiyə edirsiniz? Mənə elə gəlir ki, onlar Kəlbəcəri görəndən sonra Kəlbəcərə vurğun olacaqlar. Çünki Kəlbəcərin təbiəti onu tələb eləyir. Və arzu eləyərəm ki, onlar doğma Kəlbəcərə qayıtsınlar, yaşasınlar, yaratsınlar. Bunlara can sağlığı, uzun ömür arzu edirəm və Kəlbəcəri günlər arzu edirəm. Kəlbəcəri görəndən sonra mən inanmıram ki, onlar Respublika... Sözsüz ki, bu gənclərin orada yaşaması üçün şərait yaradılmalıdır, iş şəraiti yaradılmalıdır. Vətənə bağlılıq onsuz da onların hər birinin evində valideynləri tərəfindən onlara vətənə bağlılıq aşılanır. Mən belə başa düşürəm. Və mənə elə gəlir ki, onlar gedəndən sonra necə ki, bugün Kəlbəcərin yaşlı nəsli, orta nəsli Kəlbəcərə bağlıdır. Kəlbəcərlə onların rəyi döyünür. Mənə elə gəlir ki, gənclərimiz də belə olacaqdır. Çünki onlar o cür tərbiyə evlərində görüblər və Kəlbəcərin mühiti onları cəlb eləyəcək özünə. Onlara Kəlbəcərli günlər və xoşbəxtlik arzu edirəm. Belə deyək də, əminsiniz ki, Kəlbəcəri gedib görəndən sonra vurulacaqlar Kəlbəcərə. Nəinki Kəlbəcərlilər. Siz inanın ki, hətta sözsüz ki, Kəlbəcərdə turizm zonaları yaranacaq və xaricdən qonaqlarımız olacaq. Nəinki Kəlbəcərlilər, hətta dünyanın hansı ölkəsindən gələnlər belə Kəlbəcərə vurğun olacaqlar. Respublikadan gələnləri demirəm, dünyanın başqa ölkələrindən gələnlər də. Bayaqları mən elə belə demədim, Kəlbəcəri İsveçrə ilə müqayisə edirlər. Kəlbəcərin gözəlliyi onları cəlb edəcək. Kəlbəcərin saf qəlbli, təmiz ürəkli insanları onları qəbul edəcəkdir. Və mən inanıram ki, gənclərimiz Kəlbəcərdə ürəklə yaşayıb yaradacaqdilər. Mən istəyirəm biraz üstü sudan danışasınız.
İstisu vaxt vardı, ittifaq əhəmiyyətli idi. Sovet İttifaqının bütün bölgələrindən İstisuya dincəlməyə gəlirdilər, o şəfalı suya. Və hətta İstisuyu Karlovar suyu ilə müqayisə edirdilər. Ben üzr istəyirəm, indi biraz artıq su içəndə deyirlər ki, çox içmə müalicə və əhəmiyyətli deyil, ziyanı ola bilər. Ancaq mən Kəlbəcərdə susdan ölən görmədim. Mən Kəlbəcərdən çıxanda 34 yaşım var idi və siz deyən kimi Kəlbəcərdə demək olar ki, hər gün o sudan istifadə olunurdu. Və mənim yadımdadır, o vaxtı Ermənistanda yaşayan Qərbi Azərbaycanlılar daim İstisuya istirahətə gəlirdilər. Və sanatoriyada olanlar hər gün o sudan istifadə edirdilər. Siz deyən kimi, mən Kəlbəcərdə, dədə-babalarımız 100 il, 90 il, 100 il yaşayırdı və ömür boyu da Kəlbəcərin buz bulaqlarından və İstisudan istifadə edirdi. Siz deyən kimi, mən də Kəlbəcərin İstisusuyunun heç bir ziyanını görməmişəm. Ən çox hansı bulaq xoşunuza gəldi? Ayğır bulağı var idi, Sarı bulaq var idi. Çox. Saysız hesabsızdır. Hər bulağın, belə deyim də, deyərlər ki, suda dadı olmur, amma hər bulağın özünün bir ləzzəti var idi, bir dadı var idi. Sən Alagöllərdə tərəfdə ən çoxu Cəmilli zonasındaydı, Ayğır bulağı var idi. Sonra Sınıq kilsədə tərəf yenə var idi, ona da Ayğır bulağı deyirdilər. Yəni Kəlbəcərin hansı kəndinə, hansı ərazisinə, hansı dağına getsəydin, 50-lərlə, 100-lərlə bulaq axırdı. Və hər biri də bir-birindən gözəl. Şirin bulaq. Şirin bulaq. Yəni bulaqların... O yolla gedəndə heç inanmazsan ki, orada su var, elə bir su var. Şirin bulaq. İndi siz təsəvvür edin, Qonqurun dağında əgər 1500-1700 metr yüksəklikdə su çıxırsa, belə deyim, Şirin bulaq biraz aşağı səviyyədədir axı. Bulaqlar çox idi, nə bilim, bulaqların adı ilə saymaq da qutarmaq olmaz. Sən təkcə Kəlbəcər isti suyu ilə Kəlbəcər üçün məşhur deyildi ki, Boyaxılı turş suyu deyirdik, Milli turş suyu deyirdik, sonra Zülfüqarı zonasında turş su çıxırdı isti sudan əlavə. Yəni, belə mineral sularımız çox yerdən çıxırdı. Başlı Belin Çoban Şəkərəm kəndi vardı, oradan turş su çıxırdı. Məsələn, mən Azərbaycanın bir çox rayonlarında elə yeraltı o mineral sulardan istifadə eləmişəm. Çovda Şəkərəm suyunun dadını tamam və o tərkibdə qazı olan ikinci bir suya rast gəlməmişəm. Gələk bu yay gedəmək. İnşallah, mən tərif eləyərəm ki, həm gözəldir, gözəl bir ərazidə çıxır. Həm də çox kəskin qazlı sudur. Ona qaz vurmağa ehtiyac yoxdur. Çox, o bulağın üstündə yedikcə içirsən də, içdikcə də yeyirsən. Çox gözəl bir, çoxdur, Kəlbəcərdə belə bulaqlar çoxdur. Hadi mən sonda sizi izləyən tamaşaçılara nə demək istəyirsiniz? Hər birinə can sağlığı, uzun ömür, ruzu bərəkət və Kəlbəcəri günlər arzulayıram. Var olun, çox sağ olun. Təşəkkür edirəm. Siz sağ olun, zəhmət çəkdiniz, gəldiniz və bir daha bu layihəni həyata keçirdiyiniz üçün sizə və əməkdaşlarınızın hər birinə təşəkkürümü bildirirəm. Allah sizi var eləsin, Allah sizləri qorusun. Sağ olun.